Bakıda məktəbli qız vəfat edib. Doğru Xəbər Azərbaycan xəbər verir ki, Binəqədi rayon Məmmədov adına 115 nömrəli tam orta məktəbin 5-ci sinif şagirdi Tanrıverdiyeва Rüqəyyə İsmail qızı dünyasını dəyişib. Onun xəstəlik səbəbindən həyatını itirdiyi açıqlanıb. Allah rəhmət eləsin. Xəbər verdiyimiz kimi ötən gün Bakı-Şamaxı Yevlax yolunun Göyçay rayonunun Qarayazı kəndindən keçən hissəsində ağır qəza baş verib. Oxazın məlumatına görə vəfat edən 2012-ci il təvəllüdlü Elmira Feyzullayeva Mehman Muradov adına Göyçay rayon 4 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi olub. Qəza nəticəsində 2 nəfər ölüb, 3 nəfər isə ağır yaralanıb. Hadisə nəticəsində ömrü də məktəbi kimi yarımçıq qalan Elmira. Gürcüstanda Azərbaycanlıların sıx yaşadığı Marneoli rayonundan olan həmyerlimiz Niderlandda faciəvi şəkildə həyatını itirib. Doğru Xəbər Azərbaycan Gürcüstan mediasına istinadən xəbər verir ki, Aşağı Saral kənd sakini olan 18 yaşlı Raliz Rəqimov ötən gün bədbəxt hadisənin qurbanı olub, belə ki o göldə boğulub. Bildirilib ki, Raliz Rəqimov işləmək məqsədi ilə Niderlanda gedibmiş. Xəbər verdiyimiz kimi Cəlilabad rayonunun Privolniya kəndində də 19 yaşlı gənc suda boğulub. 2007-ci il təvəllüdlü Abbasov Elşən Cəlaloğlu kənd ərazisindəki su hövzəsində çimərkən həyatını itirib. Onun meyidi çıxarılaraq aidiyyatı üzrə təhvil verilib, faktla bağlı araşdırma aparılır.